Salam aleykum, hörmətli izləyicilər, balıqçı qardaşlar. Bugün də yenə gəlmişik Səlyana balıq ovuna. Səlyan rayonu Çuxanlı kəndi. Deməli, bugün ayın 18-i oktyabr. İnşallah görək nə olur. Mənim atam artıq atdı. Bu da tanıdığınız İlqar kişi. O da artıq atdı. Deyir ki 5 kiloluğunu çıxardacam burada. O gün 3 kilo 700 tutub bir dənəsini. İndi də deyir ki 5 kiloluğunu çıxardacam. Qismət Allahdan. Hə, dəyərli izləyicilər, baxın. Elə İlqar siftə elədi. Düzdür, çox iri deyil. Ha, yenə də gedər. 300 qram, 400 qram var. Xeyirlisi. Hörmətli izləyicilər, papulovka aparıb. Görək. Nasıl çıxır mı? Allah. Qəşəng. Siftə var. Əziz izləyicilər. Qəşəngdir. İlqarcan. Siftə. Yox, qırağa. Qəşəngdir. Şəxsən mənim xoşum gəldi, əziz izləyicilər. Belə. Hə. Əla. Əla. Hə, indi bunu ikinci də çıxartmaqdır qarmağı. Hə. Belə. Qəşəng. Çiftə var. Siftə. Bərəkət Allahdan inşallah. Hə. İlqar qardaş birini də tutdu. Gətir bura görək, gətir bura görək. Gətir buna bir baxaq. Bunun. Anasını axtarsan. Mən atasını axtaran sən as. Yaxın gəl biraz da. Qaldır. Nə oldu ya buna? Elə mən tutduğum boyda var qəşəng. Dalı gəlsin. Anasını axtaram, olsun. Atasını da mən axtarıram. Bir atasını axtarır, bir anasını axtarır. Görək axır nə olur. Hə, dəyərli izləyicilər. Onu vurur. Görək. Oturdu. Əla. Biri oturdu. Gəldi. Qəşəng gəldi. Hə. Mən dedim sənə bayaq onu çıxardacam İlqar. Ağzına attım onu. Hə. Hörmətli izləyicilər. Nəhayət ki. İkinci şukamız gəldi. Belə. Mənim ikinci şukam. Necədir? Yaxşıdır mı? Hə. Bəyənib like eləmək də sizdən. Qəşəng. Allah'tan xeyirlisi. Sakit ol söz diyeceğim. Sakit ol. Söz diyeceğim. Ha, bu başka mesele. Ha, bax indi bunun ağzından çıxartmaq biraz qəliz. İlqar, Kruçokun 3'ü deyilişi be. Vay dədəm vay. Ay bunu nətər eləyək? Qayçıyla görüm. Vay.
Bu nətər çıxardı ha, bu harasına ilişib ki, bir belə çıxmaq istəmir. Ağzını aralamaq lazımdır və baxmaq. Harasına ilişib bunun. Şukanın it kimi qapmağı olmaya da. Əslində elə marağı da bundadır. Ki belə. Aha. Çıxartdıq. Əla. Gözəl. Qayçı tadımıza çatdı. Belə. Hörmətli izləyicilər. Bu da. İkinci şukamız. Qəşəng. Buradan görsənir. Yəqin ki görsənir. Əladır. İnşallah ki dalı gələr. İnşallah ki. Əlayı əla. Da. Ya Allah, gedək malok gətirməyə. Hörmətli izləyicilər, bir dənə də vuruş var. Gəlir, hələ ki gəlir. Aha. Ya Allah. Biri də gəldi. Aha, bu da çıxdı ağzından. Nə yaxşı ki çöldə çıxdı. Belə deyək, bu gedə bilər. Ay, buradan o yana daha getmək olmaz. Belə bir şukadır. Qəşəng. Bu ağzından çıxdı çöldə. Qaça da bilərdi. Get hələlik dincəl. Bunun nəyi xoşuma gəldi? Malok çölə düşdü. İndi hara düşdü? Onu axtarıb tapmaq lazımdır. Hörmətli izləyicilər, biri də gəldi. Bu az qala kameranı xotlaya bilmədim. Uduşqanı aparırdı. Belə qəşəng bir şuka. İri deyil, amma balaca da deyil. Normaldır. Pivə ilə gedər. Qəşəng, əla. Getdik malok gətirməyə. Dəyərli izləyicilər, kameranı yandıra bilmədim yenə. Bu da aparırdı. Yaxşı ki də çıxartdım, ağzından düşdü. Bu da bir. Dəyərli izləyicilər, deməli arada belə karaşlar da tuturuq. Az da olsa indi başımızı qatırıq. Axırıncı dəfə şuka bir saat bundan qabağa vurub və nəticəsiz trişotka verirdi, amma oturmadı. Çox gözəl vuruşudur. Nəysə, Allah min bərəkət. 5'ini tutmuşam hərək. Axşamdır, saat 5'dir. Yəqin bir yarım saat, 1 saat oturarıq indi. Gələr, gəlməz də ki, artıq yığışmağa vaxt olacaq. İnşallah nəticəsini xəbər eləyəcəm. Dəyərli izləyicilər, saat 6 olur. 10 dəqiqə qalıb 6'ya. Yekunlaşma vaxtıdır. Yavaş. Aha. Atamın setkasını çıxarda bilmirəm. Nəyəsə ilişdi. Deməli belə. Bu atamın tutduqları. 2 dənə şuka. Sonra şamaykalar. Bir dənəsi qəşəng. İri şamaykadır. Onlar normal. 2 dənə qəşəng şuka var. Min bərəkət. Bu atamın tutduqları. İndi gedək baxaq. Mənim tutduqlarıma. Bunu buradan çıxardım. Deməli bu belə.
dənə tutduq. Məndə də şurada şamayka da var. Karaçlar da var bir iki dənə. Elhamdülillah. Yine evden nəticəsini çəkib paylaşacaq. Sağ olun. Deməli belə. Dəyərli balıqçı qardaşlar. Bu mənim tutduğum nəticə, bu da atamın tutduğu nəticə. Yenə də ağsaqqal öz sözünü deyib yekəsini tutub. Hə. Şuka gəlir şuka. Sadəcə olaraq belə də bugün biraz zəif oldu, amma yenə də min bərəkət, elhamdülillah. Bunlar da şamaykadır. Buna şuka sağ deyərəm. Bunlar şamaykadır, özünüz tanıyırsınız. Bir daha 5 dənə də karaş mən tutmuşam, 4 dənə də şamayka. Bugünkü balığımız bununla nəticələndi. Mən razı qaldım, çox razı qaldım. Bugün istirahət elədik. Təşəkkür edirəm hər kəsə. Bəyənib, abunə olmağı unutmayın.